Populyasiyanın arealının ölçüsü sabitdir. Populyasiya arealının ölçüsü sabitdir. Xeyr, populyasiya arealı dəyişə bilərdi. Doğum ölüm məsələsi fərqi olarsa, fərdlərin hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər. Bəli, fərdlərin hərəkət aktivliyi vardı, hərəkətlilik dərəcəsi var idi və bundan asılı olaraq populyasiya arealı böyüyə bilər. Fərdlərin sayından asılı olaraq dəyişə bilər. Əlbəttə ki, say artdıqca populyasiyanın ərazisi genişlənəcəkdir. Aid olduğu növün arealının ölçüsündən böyük ola bilər. Aid olduğu növün arealı, yəni populyasiyanın özü deyir ki, aid olduğu növün arealının ölçüsündən böyük ola bilər. Yəni, areal növün ölçüsündən böyük ola bilərmi? Yəni, areal, populyasiyanın arealının ölçüsü növün arealının ölçüsündən böyük ola bilərmi? Əlbəttə ki, bu da ola bilməz. Düzgün cavab 2 və 3 olacaqdır.